şəhəri. Ya özünü öldürür, ya da bu sürücülərin başı vurulsun ki, bu oğlun parça getməsin. Bunların için neyini biz? Ay xanım, heç narahat olmayın. Sizdə mən əlaç tapmışam. Nədir öyle? Bizim şəhərimizə İrandan bir dənə cadugar gəlir. Həmin cadugar məsələli şahsda. Yəni onun cadusunda bir hikmət görmüşəm. Gəl görəsən. Oğlanı şəhərliyə deyirsən? Hə, o hər şeyi bacarır. Gedirsən elə bugün onu buraya gətirirsən. Baş üstə. Mən bir köhnə dərvişəm, cəhənnəmdən gəlmişəm. Mən bir köhnə dərvişəm, cəhənnəmdən gəlmişəm. Zəmanəni dolayıb, barmağıma sərmişəm. Zəmanəni dolayıb, barmağıma sərmişəm. Dəridə dəva fədəndir, düvə cuma kərəmdir. Düvlü kümo kümo, deyəndir. Mən bir köhnə dərvişəm, çox sifətlər görmüşəm. Mən bir köhnə dərvişəm, çox sifətlər görmüşəm. Doğru sözə həmişə işkən deyib gülmüşəm. Doğru sözə həmişə işkən deyib gülmüşəm. Dəridə dəva fədəndir, düvə cuva kərəmdir. Düvlü kümo kümo, deyəndir. Assalamu aleykum. Ay sən başlayar mısın? Mənə nisbətdə nə qulluğunuz varsa, canla başla yerinə yetirin. Ay dərviş, ay cadugar, bu oğlan Paris'e getməli deyil. Ya bu sürücülərdən başı vurulmalıdır, ya da Paris partlamalıdır. İkisindən biri olmalıdır ki, oğlum getməsin o Paris'e. Aho, bu heç də günbil iş deyilmiş. Gəl bu işdə cavabın əməli ya Parisi partlasın, ya da Musi Jurdanı başında çatlasın. Hə, olar. Monsieur Jordan yoxsa lazımsız bir şeydir. Vurun başını geçsin. Yox, anacan, icazə vermərəm ki, Monsieur Jordanı öldürəsiniz. Heç olar ki, qonaq evin gələni qanun yeri olasınız. Qoy öz bildik eləsin. Axır oğlum getməsin Paris'e. Xanım, qoy Paris partlasınlar. Parisi partlatsınlar. Orada bir yaman adamları görmüşəm. Onda öz bildiğin kimi et. Monsieur Jordan'ı əldə edin. Gələk mən bu əməldə Şahbazın canına bir cin müsallah edeyim ki, o bu işdən əl çəksin. İndi özünüz baxın da, fikirləşin görün. Yox, sən elə Paris'i partlat. Yaxşı. Gədə, xanım, elə olur ki, biz Qarabağda oturuq, Musi Jordanın başını kəsəcək, Parisi partlatacaq. Ay baba dərvişmək olur, çox deyil. Onda gec olmamış bu işə başlayaq. Başlayaq da, nə deyirəm ki? Dərviş, Paris budur bəyəm. Budur. İndi biz bunu partladacaq ki, Şahbaz bəy öz əməlindən əl çəksin. Ya Məleyxa! Havvə! Küblükü mahkumu ha! Ya da bıy! Küblükü mahkumu ha! Ya Məleyxa! Ya Fəliha! Havvə! Ya Məleyxa! Ya Fəliha! Havvə! Dəridə dəvafı. Ay qoyma, nə deyir? Vay, Paris patladı, vay. Ne olur burada? Ne baş verib burada? Patlatırlar, Paris patladı. Kim patlatır? Cinlər, əzizələr, şeytanlar.